Salam dəyərli izləyicilər. Bugünkü izahımız olacaq rüba anlayışı nədir? Əsrə çevirmə və minilliyə çevirmə. İndi bu hissələri diqqətlə qulaq assaq, imtahanın demək olar bütün suallarını asanlıqla yaza bilərik. İndi baxaq. Məsələn, biri var bizim dövr, biri var eramızdan əvvəl. Kitabda məsələn testdə yazılsa ki, deməli bu nədir? Eramızdan, bizim eramızdan əvvəl. Aha, bizim eramız yazsa olacaq, yəni qısa yazılsa, bu yazılsa olacaq bizim eramız. İndi baxaq. Birinci əsr deyəndə, biz nəzərdə tuturuq 1 ilə 100 arasında olan illər. Birinci əsr. Yox, əgər testə düşsə ki, birinci əsrin birinci yarısı, birinci əsrin birinci yarısı deyəndə 1-dən 50-yə qədər olan illəri nəzərdə tuturuq. Birinci əsrin ikinci yarısı desə 51-dən 100-ə qədər olan bir dövrü nəzərdə tuturuq. Bu hissəni öyrənək. Sözü yazılsa eramızdan əvvəl deməkdir. Bunu bildik. Sonra bu yazılsa bizim eramız deməkdir. Bunu da bildik. Bir əsr deyəndə 1-dən 100-ə qədərdir. Bildik. Birinci əsrin birinci yarısı deyəndə 1-dən 50-yə. İkinci yarısı deyəndə 51-dən 100-ə qədər olan dövrü biz nəzərdə tuturuq. İndi bunu dedik. İndi keçək rüba anlayışına. Rüba anlayışına nə deyə bilərik? Məsələn, yenə deyirəm, bizim dövrdüsə, yəni eramızda, yəni bizim dövrdüsə, yəni eramızın birinci əsri deyəndə birinci rüb olanda olacaq nə? Birinci rüb 1-dən 25-ə qədər. İkinci rüb deyirsə, ikinci rüb 26-dan 50-yə qədər. Üçüncü rüb 51-dən 75-ədir. Dördüncü rüb 76-dan 100-ə qədər olan bir dövrdür. Bu da oldu dördüncü. Bu bizim dövrdür. Diqqətli olun. Bizim dövrün birinci rübü deyəndə 1-dən 25, ikinci rüb deyəndə 26-dan 50, üçüncü rüb deyəndə 51-dən 75, dördüncü rüb 76-dan 100-ə qədər olan bir dövrü əhatə edir. Bu bizim dövrdür. Bunu bildik. İndi keçək eramızdan əvvəldirsə, biz onun hansı rüb olduğunu necə tapaq? Baxaq. Eramızdan əvvəldirsə, indi ona baxaq. Bayaq dedim ki, bizim dövrün birinci əsri deyəndə 1-dən 100-ə qədərdir. Bu bizim dövrdür. Amma eramızdan əvvəl olanda isə ondan danışaq. Eramızdan əvvəl, burada 2 dənə var. Əvvəl deməli birinci əsr deyəndə, biz nəzərdə tuturuq eramızdan əvvəli 100-dən ta ki 0-a qədər olan bir dövrü. İndi eramızdan əvvəl olanda və onun birinci yarısını istəyəndə, eramızdan əvvəl birinci əsrin birinci yarısı istəsə 100-dən nə vaxta qədər? 51-ə qədərdir bu birinci yarısı. Yox, əgər eramızdan əvvəl birinci əsrin ikinci yarısı desə, olacaq nə? 50-dən 1-ə qədər olan dövrdür. İndi bunu çevirdik. Sonra bir də danışaq nədən? Bu eramızdan əvvəl olanda rüb anlayışı. Bayaq dedik ki, bizim dövrdədirsə, birinci rüb 1-dən 25, ikinci rüb 26-dan 50, üçüncü rüb 51-dən 75, dördüncü rüb 76-dan 100. Amma eramızdan əvvəl olanda əksi olacaq. Yəni necə? Birinci rüb deyəndə 100-dən 76. Yəni 4-dən nə demişdiksə, indi olacaq 1-də. Sonra ikinci rüb deyəndə 75-dən 51. Sonra üçüncü rüb deyəndə 50-dən olacaq 26. Dördüncü rüb deyəndə olacaq 25-dən 1-ə qədər olan dövr. Bu eramızdan əvvəl anlayışı olandadır. Bunu tapdıq, bu dedik. Məsələn, testdə sual düşsə ki, eramızdan əvvəl 36-cı il neçənci əsrdir? Eramızdan əvvəl olacaq. Eramızdan əvvəl birinci əsr. İndi birinci əsrin birinci, ikinci yarısıdır. Baxaq. Bu olacaq. Hara baxırıq? Bura baxırıq. Bura baxırıq. Və 36 görək haradadır? 36, bu ikinciyə baxın. 50 ilə 1-in arası. Deməli, 36 nə oldu? Birinci əsrin
ikinci yarısı oldu. Bunu da bildik. Və rübə də çevirsək nə olacaq? Görək rüb hansının arasındadır. Baxaq. Yox. Hə, baxaq. Rübə də çevirsək olacaq. Eramızdan əvvəlcə 3-cü rüb. Niyə? 36 çünki 26 ilə 50-nin arasındadır. Bura qədər dedik. Yəni bu elə izah edirəm ki, yəni bunu anlamamaq qeyri-mümkündür. İndi keçək nəyə? Əsrlər və minilliklər anlayışına ardın davam eləyək. Bura qədər aydın oldu. Bir də deyirəm, tarixdə əsr anlayışı var, minillik anlayışı var, rübü dedik. İndi danışaq nədən? İllərin əsrlərə çevrilməsi. İndi biraz da bu hissələrdən danışaq. Məsələn, testdə sual düşür ki, misal 6-cı əsrə aid olan tapın, nə bilim 5-ci əsrə və s. aid olan tapın. İndi biz bilək ki, məsələn, 1-dən 100-ə qədər olan illər neçənci əsrdir? 1-ci əsr. Sonra 101-dən 200-ə qədər 2-ci əsrdir. Sonra 201-dən 300-ə qədər oldu 3-cü əsr. Sonra 301-dən 400-ə qədər oldu 4-cü əsr. 401-dən 500-ə qədərdirsə 5-ci əsr. 501-dən 600-ə qədər oldu 7-ci. Bir də yaza bilmədim, bir dəqiqə. Deməli 501-dən 401-dən daha doğrusu 500-ə qədər oldu 5-ci əsr. 501-dən 600-ə qədər oldu 6-cı əsr. Sonra 601-dən 700-ə qədər oldu 7-ci əsr. 701-dən 800-ə qədər oldu 8-ci əsr. 801-dən 900-ə qədər oldu 9-cu əsr. 901-dən 1000-ə qədər də oldu 10-cu əsr. Bu hissəni dedik. Sonra testdə sual düşsə ki, misal üçün il verilib. Məsələn, hansı il deyək? Tutaq ki, 636. Bilirik, 636-cı ildə baş verib Kadisiyə döyüşü. Kadisiyə döyüşü. İndi bu neçədir? 636. 636 neçənci əsr olacaq? Birinci rəqəmin üstünə, bunun üstünə mütləq 1 gəlirik. İl, əsrini tapmaq üçün. Eləyəcək neçə? 7-ci əsr. Baxaq indi bura. Burada baxın. 601-dən 700-ə qədər olanlar 7-ci əsrdir. Və yaxud da götürək, məsələn, 705. 705 birinci 3 rəqəmli olanda yadda saxlayın. Birinci rəqəmin üstünə 1 gəlirik. Bərabərdir 8. 8-ci əsr. Bunu da tapdıq. Yaxşı, indi keçək nəyə? İndi əlavə də danışaq minilliyə çevrilmək. Bunlardan danışaq. Bura qədər ümid edirəm ki, çətinlik yoxdur. İndi keçək nəyə? Minillik anlayışına. Nə deyə bilərik? Minillik. Minil. Bir minil bərabərdir 10, 100 ilə. Bir 100 ildə bərabərdir 100 ilə. İndi minillik anlayışından danışaq. 1-dən 1000-ə qədər olanda, bu neçənci minillikdir? Birinci minillik. Sonra 1001-dən 2000-ə qədər olanda olacaq ikinci minillik. 2001-dən 3000-ə qədər olanda olacaq 3-cü minillik. Diqqətlə qulaq asın. Bunlar ən çətin hissələrdir. 3001-dən 4000-ə qədər olanda 4-cü minillikdir. 4001-dən 5000-ə qədərdirsə olacaq 5-ci minillik. Sonra 5001-dən 5001-dən 6000-ə qədərdirsə olacaq 6-cı minillik. 6001-dən 7000-ə qədər olan olacaq 7. Bir dəqiqə, bu niyə belə bu tərəfə keçdi? Nəsə, qayda qaytara bilmədim bura. 7-ci minillik. Sonra 7001-dən 8000-ə qədər olan olacaq 8-ci minillik. Sonra 8001-dən 9000-ə qədərdirsə olacaq 9-cu minillik. Və nəhayət 9001-dən 1-dən 10.000-ə qədər olacaq 10-cu minillik. Bu oldu bizim yəni minilliyə çevirmə.
Deməli, birdən ən çox düşür 4000-ə qədər. İndi digərlərini də əzbərləyək də. Əvvəllərini bilsək, digərlərdə yəni asan gələcək. Birinci minillik deyəndə 1-dən 1000-ə qədərdir. Bax, bunu bildik. Bir dəqiqə. Minillik deyəndə, 1-dən 1000-ə qədər oldu birinci minillik. 1001-dən 2000-ə qədər oldu ikinci minillik. 2001-dən 3000-ə qədər üçüncü minillik. 3001-dən 4000-ə qədər dördüncü və s. Yəni, belə davam eləyə bilərik. İndi nə izah eləyim? Birinci, ikinci yarısı izah etmişdim, yoxsa yox, yadımdan çıxdı. Bir dənə qısa izah eləyim onu. Bir dənə, məsələn, minilliyə aid olanı bir dənə tapaq, sonra da misal çəkim, sonra da əlavə danışaram. Məsələn, testdə sual düşsək ki, məsələn, Kadeş döyüşü. Kadeş bilirik ki, 1286-dır eramızdan əvvəl. İndi bunu əsrə çevirsək, eramızdan əvvəl 1286, eramızdan əvvəl, yəni 13-cü əsrdir. İndi biz görək ki, bu 1286 neçənci minillikdir. Bayaq dedik ki, 1-dən 1000-ə qədər oldu birinci minillik. 1001-dən 2000-ə qədər oldu ikinci minillik. İndi baxaq görək, 1001 və 2000 arasında 1286 varmı? Bəli, var. Ona görə, yəni 1001, 1002, 1003 ta 2000-ci ilə qədər də 1286 var axı. Ona görə də 1286-nı biz götürək 13-cü əsr və neçənci minillik? Eramızdan əvvəl 2-ci minillik. Yəni belə, yəni görürsünüz, çevirmək də asandır. Yəni öyrənəndən sonra təbii ki, hər şey asandır. İndi nədən danışaq? Bir dəqiqə. Məsələn, danışaq nə? Bax, biri var ki, bayaq dedim ki, birinci əsr, yəni 1-dən 100-ə qədərdir. Bizim dövrdürsə. İndi, məsələn, testdə sual düşsə ki, eramızdan əvvəl 65-ci il və bizim dövrün 65-i. İndi baxaq, bizim dövrün 65-i deyəndə, bu da birinci əsrdir, bizim dövrün birinci əsrdir. Amma eramızdan əvvəl 65 deyəndə, bu da eramızdan əvvəl birinci əsrdir. İndi baxaq bura. Eramızdan əvvəl 65 deyəndə, biz bunu götürürük, nə? Dedik, eramızdan əvvəl birinci əsr və birinci əsrin birinci yarısı. Eramızdan əvvəldirsə. Çünki bayaq dedim ki, 100-dən 51-ə qədər, bir dəqiqə səhv yazdım. 100-dən 51-ə qədər oldu, birinci yarısı. Sonra 50-dən 1-ə qədər də oldu, yəni ikinci yarısı. İndi 65 olacaq birinci əsr, birinci əsrin birinci yarısı. Sonra indi bizim dövrdə olsa, birinci əsrin ikinci yarısı olacaq. İndi keçək nəyə? Demək olar hamısını izah elədim. Bir də bir hissə qaldı, onu da deyim. Qərinə anlayışı. Qərinə anlayışı da, yəni bir qərinə deyəndə, biz 33 ili nəzərdə tuturuq. Sonra tarixdə var, bilirik ki, qədim dövr, qədim dövr, orta əsrlər dövrü, qədim dövr, sonra orta əsrlər dövrü, sonra yeni dövr, bir də ən yeni də, yəni ən yeni dövr anlayışı var. Qədim dövr deyəndə, məsələn, biz keçmişik, hansı dövlətləri misal çəkə bilərik, qədim dövr deyəndə, məsələn, Mannadır, Atropatenadır, Albaniyadır, nə bilim, və s. də, yəni bu kimi dövlətlər, Yunanistandır, Romadır, bunlar qədim dövlətlərdir. Sonra bir də, bu dedik ki, sonraki dövr olur, orta əsrlər dövrü, yəni orta əsrlər deyəndə, yəni feodalizm dövrü nəzərdə tuturuq. Feodalizmdə, yəni erkən feodalizm şərqdə yaranır. Bir dəqiqə ekranı təmizləyim, tam yazım.
Aha, şərqdə yaranır 3-cü əsrdə. Aha, şərqdə yarandı. Neçənci əsrdə? 3-cü əsrdə. Davam eləyəcək nə vaxta qədər? Şərqdə yarandı 19-a qədər davam elədi. Deməli, erkən orta əsrlər, daha doğrusu şərqdə 3-cü əsrdədir. Avropada isə nə vaxta qədərdir? Daha doğrusu Avropada 5-də yarandı. 5-ci əsrdə, yəni feodalizm yarandı, ta 17-ci əsrə qədər davam etdi. Bu belə. Bizdəki orta əsrlər, yəni şərqdə olan orta əsrlər və Avropadakı fərqi nə idi? Avropada gec yarandı, yəni 5-ci əsr. Bizdə tez yarandı 3-cü əsrdə. Sonra şərqdə ümumiyyətlə təhkimçilik olmayıb, Avropada təhkimçilik olub. Şərqdə feodalın şəxsi özünün təsərrüfatı olmayıb, amma Avropada olub. Bunu da deyə bilərik. Sonra başqa nə deyə bilərik? Dedik 3-cü əsrdə başladı şərqdə, Avropada 5-də. Şərqdə 19-a qədər, Avropada da 17-yə qədər davam elədi. Rübə anlayışını danışdıq, sonra əsr, 100 illik, 1000 illik, bunların hamısını dedik. İndi bir də demək olar hamısını izah elədim. Növbəti izahlarda görüşərik.